Eğer siz de sevgililer günü için farklı, eyni zamanda da asan ve dadlı bir sürpriz axtarırsınızsa, bu videonu sona kadar izleyin. Addım addım en ince detallarına kadar gösteririm. Gəlin vaxt itirmədən videomuza keçid alaq. Kurabiyemizi hazırlamak için bize şeker tozu, yumurta, kərə yağı, şekerli vanilin, qabartma tozu, xama ve un lazımdır. Ürək formasını vermək üçün kiçik ölçülü qəliblərə, üzəri üçün isə çiyələk ceminə ehtiyacımız var. İlk olaraq qaba kərə yağı və unu alıb umac edirəm. Üzərinə şəkər tozu və şəkərli vanilin əlavə edib qarışdırıram. Sonra ortasında çuxur açıb yumurta və xamanı tökərək umacla birləşdirirəm. 100 ml unla qabartma tozunu en sonunda töküb ələ yapışmayan yumuşaq xəmir yoğururam. 1 saat soyuducuda xəmirimizi dinləndiririk. 1 saatdan sonra xəmirin üzərinə biraz un səpərək açırıq. Ürək qəliblə kəsirik. Soba qabımıza əvvəlcə bütöv ürək formalarını düzürük. Üzərinə yarım ürəkləri yerləşdiririk. Ortasına çiyələk cemini əlavə edib əvvəlcədən isidilmiş sobada üzəri yüngülcə qızarana dək bişiririk. Hazırlayacak olan herkese nuş olsun. Daha çok dadlı reseptler için zəhmət olmasa kanalıma abone olun ve şərh yazın. Yeni videolarda görüşənə dək. Hələlik. Sesim çok iyi.